Vətən igidlərinlə əyilməz başın, müqəddəsdir oğluna torpağın daşın. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Dillərdə dastan olmusan. Salam, xoş gördük əziz izləyicilərimiz. Vətənə olan sevgi, anaya olan sevgi ilə bir tutulur. Ana vətən anlayışı da bu sevgidən yaranır. İnsan bir ailədə doğulsa da, vətən torpağında böyüyüb boyu başa çatır. Suyu və havası ilə qidalanır. Bunun üçün də onun müdafiə etməyə və qorumağa hər zaman borcluyuq. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Qəhrəman doğulan Vətən Oğulları layihəsinin növbəti qəhrəmanı, adını tarixə əbədi həkk edən şəhidlərimizdən biri Kiçik Leytenant Muradov Vüsal Cəsarət oğludur. Vətən oğluna əzizdir hər qarışın, ellərə örnək oldu bu haqq savaşın. Tərlan kimi ötüb keçdin, ən uca zirvəni seçdin. Rəfiqə Şəms, zirvədə bitən ömür. Keçdin, ən uca zirvəni seçdin, Allaha əmanət ol şəhid qardaşım. Kitabda qəhrəman şəhidin yaxınlarının, müəllimlərinin və döyüş yoldaşlarının xatirələri, ona həsr olunmuş şeir və fotolar yer almışdı. Anası Kəmalə xanım öz xatirələrində bildirir ki, Vüsal hərbiçi geyimini dünyanın ən dəyərli, bahalı geyimlərindən üstün bilirdi. Hələ uşaq ikən o geyimdə olanlara həsəd aparardı. Bəlkə də böyüdükcə anladı ki, itirilmiş vətən torpaqları mənasız danışıqların yox, məhz Azərbaycan əskərinin rəşadəti sayəsində azadlığına qovuşacaq. Hərbi peşəyə qarşı alınmaz həvəs göstərən Vüsalın ağlına belə gəlməzdi ki, nəinki ata-anasını, qohum-əqrabasını, hətta bütün xalqı sevindirəcək böyük qələbədə onun da imzası olacaq. Vüsal, hünərli yaşıdları kimi cəbhəyə könüllü yollananda çox gənc idi. Ömrünün 21-ci baharını yaşayırdı. Çöhrəsindən səmimiyyət, baxışlarından mehribanlıq oxunurdu. Onunla ilk dəfə üz-üzə gələnlərdə bəzən bu ki yeniyetmədir təsəvvürü yaransa da, əslində belə deyildi. Vüsal ilə ünsiyyətdə olan, onun dünyaya baxışını, həyata münasibətini duyan hər kəs bu gəncin əqidəsinə, insani keyfiyyətlərinə heyran qalırdı. O sanki yaşını xeyli qabaqlamış, vaxtından əvvəl kamala dolmuşdu. Düşmənlə üzbəüz açıq döyüşdə Azərbaycan ordusunun müzəffər əskərləri başda manqa komandiri Vüsal Muradov olmaqla misilsiz şücaət göstərirlər. Təəssüf ki, düşmən gülləsinə tuş gələn 21 yaşlı komandir meydandakı mübarizliyi, qəhrəmanlığı ilə şəhadətə qovuşur. Şəhidlik zirvəsinə yüksəlməklə Azərbaycanın zəfər səhifəsinə yeni tarix yazanların cərgəsinə qoşulur. Ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Həyatdır. Bu illər, əsrlər keçəcək, Vüsalın doğmaları, tanıyanları bir zaman bu dünyada olmayacaqlar. Hamımız kimi. Torpaqdan yaranan bir gün torpağa getməlidir. Amma Vüsal mütləq bu dünyada olacaq. Cəsur olaraq, vətənpərvər olaraq, vətən sevdalısı olaraq 1000 illər boyu yaşayacaq. Azərbaycan xalqının yaddaşında özünə məkan quracaq, Babək kimi, Cavad xan kimi, Həzi Aslanov kimi və minlərlə Qarabağ üçün canını qurban vermiş müqəddəs şəhidlərimiz kimi Vüsal heç vaxt unudulmayacaq. İgidliyin ibrəti, halal et bu zəhməti bizlərə şəhid qardaşım.